Salam hörmətli tamaşaçılar. Hər birinizi OTV-də xoş gördük. Bu dəfə yolumuz qardaş ölkə Özbəkistanadır. Özbəkistan türk dünyasının, Turanın ayrılmaz tərkib hissəsidir. Təxminən yaşı 5000 ili keçmiş şəhərlərə ev sahibliyi eləyir. Özbəklər dünyanın ən qonaqpərvər, eyni zamanda ən zəhmətkeş xalqlarındandır. Ərazisi 441 min kvadrat kilometrdir. Dənizə çıxışı olmayan ölkələrdəndir. Eyni zamanda əhalisi 38-40 milyon arasında dəyişir. Bu, Özbəkistan sərhədləri daxilində yaşayan əhalinin sayıdır. Ümumiyyətlə, dünyada özbəklərin sayı bundan qat-qat artıqdır. Təkcə Tacikistanda, Əfqanistanda və Çində yaşayan özbəklərin sayı 12-15 milyon arasında dəyişir. Statistik rəqəmlər belə deyir. Və onu da qeyd eləyək ki, özbəklər dünyanın ən qonaqpərvər xalqlarından biridir. Bunu şəxsən özüm gözümlə görmüşəm. 2018-ci ildə Səmərqənd şeir axşamlarında iştirak eləmişəm və özbəklərin qonaqpərvərliyinə öz gözlərimlə şahidlik eləmişəm. Təsəvvür eləyin ki, bizdə hansısa ölkənin dövlət və ya hökumət başçısı təşrif buyuranda ayağının altına xalça sərib onu zurna qavalla qarşılayırlar. Ancaq Özbəkistanda adi şairin, yazıçının belə gəlişi şərəfinə qurbanlar kəsilir, ayaqlarının altına xalça döşənilir, eyni zamanda duz çörəklə qarşılanır, musiqi də öz yerində. Səmərqənd, Buxara, eyni zamanda Daşkənd dünyanın ən qədim şəhərlərindən sayılır. Təxminən 3000 il, 3500 il yaşı olan şəhərlərdən söhbət gedir. Hətta 16-17-ci əsrlərdə Avropalı səyyahlar Səmərqəndi dünyanın paytaxtı hesab edirdilər. Baxın, o dövrdə Amerika qitəsi hələ tam yerli yataqlı kəşf olunmasa belə İstanbul kimi böyük şəhərlər var idi. Amma Avropalılar Səmərqəndə heyran olmuşdular. Çünki Əmir Teymur dönəmində dünyanın ən gözəl nəqqaşları, mühəndisləri, heykəltaraşları, ustaları, bənnaları Səmərqənddə təmərküzləşmişdi. Haranı işğal edirsə, zəbt edirsə, həmin ərazilərin ən yaxşı sənətkarlarını yığıb Səmərqəndə gətirirdi. UNESCO-nun qoruduğu dünyanın 5 incisi sırasında özbəklərin də 5 mədəniyyət abidəsi mövcuddur ki, bunlardan da biri də Registandır, Registan meydanı, oradakı mədrəsələr tarixi ilə göz oxşayır, əsrləri yola salıb, hələ də ayaq üstədir. Özbəklərin milli yeməklərindən danışmaq istəyirəm. Dünyada özbək mətbəxi deyəndə ilk olaraq ağla özbək aşı gəlir. Və özbək aşını hansı ölkədə yox, elə Özbəkistan özündə yemək lazımdır. Çünki mən fərqli ölkələrdə, Türkiyədə də, Gürcüstanda da, Azərbaycanda da özbək aşının tamına baxmışam. Özbəkistanda yeyilən özbək aşının tamını vermir. Niyə? Çünki onu xüsusi reseptlə hazırlayırlar, pambıq yağından istifadə edirlər. Bu da özünə məxsus dad verir. Pambıqdan demişkən, dünyada pambıq ixracına görə və istehsalına görə özbəklər birinci yeri tuturlar. Ölkənin 20% ərazisi dağlıq olmasına baxmayaraq təbii sərvətlərlə zəngin ölkədir, qızıl yataqları var, neft də çıxarılır. Və bundan başqa özbəklər daha çox öz milli adət-ənənələrini tanıtmaqla, tərənnüm etməklə dünyada məşhurdular. Milli geyimlərindən əsla vaz keçmirlər. Onların xüsusi papaq forması var, özbək təkkələri. Yadınızdadırsa, bu yaxınlarda dünya çempionatı keçirildi Amerika Birləşmiş Ştatlarında və Özbəkistan komandası dünya çempionatına vəsqə qazanmışdı. Özbək azarkeşlər daha çox ilk dəfə qatılan komandalarının hesabına dünya çempionatına özləri rəng qatmağa başladılar. Özbək mədəniyyətini, ümumtürk mədəniyyətini, Turan mədəniyyətini təbliğ eləməyə başladılar, şüarlar səsləndirdilər və orada təkkələrdən istifadə edirdilər və hər kəs maraqla qarşılayırdı ki, bu necə baş geyim növüdür və Avropada, Amerikada, Kanadada, Avstraliyada təkkə satışının bir xeyli artdığı bildirilir. Və ən qədim şəhərləri Buxara, Xivə, Səmərqənd, Xarəzm bölgəsi. Xarəzm bölgəsində danışmışkən onu deyə bilərəm ki, Xarəzm bölgəsi Nadir Şah dönəmində daha çox
Quzey və Güney Azərbaycandan, Şimali və Cənubi Azərbaycandan gedən türklərdir. Onlar yerləşdiriliblər ora və bizim dilimizə çox yaxın danışırlar. Məsələn, özbəklər ətə quş deyir, farslardan keçib onları da. Amma Xarəzmdə ətdir. Sonra qışlaq eyni anlamdadır, kənd mənasını ifadə eləyir. Məsələn, mədə sözündən danışmışkən, bayaq dedik özbəklərin milli yeməyi plovdur, onlar mədiyə aşqazan deyirlər. Və ərazinin 20%-nin dağlıq olması məsələsində dilə gətirdik. Əslində Şahi Mərdan dağları var. Sonra Tianşan dağlarının bir hissəsi Özbəkistan ərazisinə düşür. Turizm üçün əlverişlidir, ancaq hələ ki müstəqilliyi təzə qazanıbda 30 ildir. Turizm o zonada bir o qədər inkişaf eləməyib, amma buna baxmayaraq özbəklər öz coğrafiyalarının reklamı ilə çox ciddi şəkildə məşğuldular. Və ən yüksək zirvəsi bildiyim qədər Həzrət Sultan zirvəsidir. Mən getməmişəm ora, amma müəyyən bir məsafədən görmüşəm. 4643 metrdə, əgər səhv edirəmsə, siz şərh bölməsində yaza bilərsiniz daha doğru rəqəmi, amma yadımda elə qalıb. 4643 metr hündürlüyə malikdir. Pamir dağlarının bir hissəsi Özbəkistan ərazisinə düşür. Oradan böyük Miraləm zirvəsidir, səhv eləmirəmsə, və köhnə Sovet dövründə Lenin zirvəsi deyirlər. 7100 metrdən yüksəklikdə olan bir zirvədən danışırıq. Özbəkistan Sovet dövründə də Azərbaycanlılara həmişə isti münasibət bəsləyiblər. Bu bizim tarixi köklərimizlə bağlıdır. Və bir məsələni qeyd edeyim ki, 1966-cı ildə Özbəkistanda Daşkənddə zəlzələ olanda şəhərin dağıntılarının aradan qaldırılmasında ən yaxından iştirak edən kimlər idi? Məhz Azərbaycan türkləri idi. Hətta ermənilər, gürcülər orada can giriyəndə, yaxşı işləməyəndə, töhmət alanda Azərbaycanlılar çalışırdılar ki, dağıntılar qısa zamanda aradan qalxsın və onların işlərini də özləri görürdülər. Və bu tarixi bağlar minilliklərə dayanır. Biz qohum deyilik, biz qardaş xalqıq və 1991-ci ildə müstəqilliyimizi qazananda Azərbaycan Dağlıq Qarabağda erməni separatçılarına qarşı savaş aparanda müstəqil ölkələr idi, təzəcə SSR-dən ayrılmışdıq. Özbəkistan Ermənistanla diplomatik əlaqələr qurmadı və bu günə qədər də Ermənistanla Özbəkistan arasında hər hansı bir diplomatik əlaqə mövcud deyil. Bunun başqa səbəbləri də var. 1988-ci il meydan hərəkatında, eyni zamanda 30-cu illərdən üzü bəri Ermənistana, daha doğrusu Özbəkistana rəhbərlik edən erməni əsilli şəxslər Mirzoyan və başqaları Qidilyan son hadisələrdə Özbək xalqına qarşı amansız divan tutublar. Axska hadisələrini, yəni Fərqani hadisələrini törədən şəxslər də KGB-nin agentləri, ermənilər idi. Özbəklər qədir bilən xalqdılar və onu unutmurlar. Və özbəklərin qonaqpərvərliyindən danışmışdıq. Azərbaycana sevgiləri o qədər yüksəkdir ki, onlar sevdikləri Azərbaycan musiqiçilərinin şərəfinə Azərbaycan dilini öyrənirlər. Baxın, mən Daşkənddə məni qonaq elədilər. Daşkəndin, səhv eləmirəmsə, o dönəmlərdə polis rəisi idi və ya yüksək vəzifə tuturdu. Namiq Qaraçoğlunun rəvayətini dedi və o rəvayəti o qədər çox sevdiyinə görə Azərbaycan dilini öyrənməyə başlamışdı. Və mənimlə demək olar ki, bir 60-70% Azərbaycan dilində danışırdı. Özbək dilində danışanda belə bir-birimizi başa düşürük. Və Sovetlər dönəmində Azərbaycanlıların ən çox isti münasibət saxladığı türk xalqı da məhz özbəklər idi, bunu da deyə bilərəm. Qonaqpərvərdilər, pul vahidləri Özbək somudur, düzdür, biraz dəyər itirib, ancaq Özbəkistan olduqca bolluq, bərəkətlilik ölkəsidir, günəşli ölkədir, gələcəyi işıq saçan ölkələrdəndir. Sürətlə Türkiyəni və Azərbaycanı arxada qoyaraq Özbəkistanın türk dünyasının ədəbiyyat və mədəniyyət paytaxtına çevrilməsi istiqamətində indiki hakimiyyət çox böyük işlər görür. Bunu mən öz gözlərimlə görmüşəm. Özbəkistanın Yazıçılar Birliyinin yeni binası var. Orada heykəlləri görəndə mən dəhşətə gəldim. Çox gözəl ornamentlər, milli ornamentlərə sadiqdirlər. Eyni zamanda mənim ən çox sevdiyim şairlərdən üçü elə özbəkdir. Osman Azim, Xurşud Dövran, yer gəlmişim onlarla şəxsən görüşmüşəm və Azərbaycana qarşı çox böyük sevgiləri var, çox böyük rəğbətləri var. Rauf Pərvi
Ustad Rauf Pərvi rəhmətlik həmçinin o türk dünyasının böyük söz adamlarından biridir. Bir sözlə bizdə Xəlil Rza Rüstəm Behrudi kimi isə Rauf Pərvi də özbəklərin milli kimlik pasportudur. Milli ədəbi kimlik pasportuna çevrilmiş imzalardandır. Və Azərbaycanla Özbəkistan arasında son 10 ildə təxminən 12 dəfə iqtisadi əlaqələrin inkişafında artım müşahidə olunub və Qarabağda işğaldan azad olunandan sonra Qarabağ yenidən qurma işlərində Özbəkistan çox yaxından iştirak elədi. Müəyyən öz vəsaitləri hesabına məktəblər, təhsil ocaqları, fabrik və zavodlar düşməyə başladı. Və bütün bunlar Azərbaycan-Özbəkistan əlaqələrinin, ümumiyyətlə Türk Dövlətləri Təşkilatı çətri altında yerləşən digər türk xalqlarının da inkişafına xüsusi təsir göstərəcək və mən əsasən mədəniyyət məsələlərinə toxunmaq istəyirəm. Özbəkistanda son illər mədəniyyətin, ədəbiyyatın inkişafına milyonlarla vəsait ayrılır və burada Prezident Şəvkət Mirziyoyevin fəaliyyəti, əməyi danılmazdır. Gələk məsələnin digər tərəfinə, Özbəkistan bazarlarını mən gəzmişəm, çox böyük ləzzət almışam. Bolluğu görmək olar, şirin meyvələr çox yetişir orada, ərikdir, qovundur, yemişdir, qarpızdır. Bərəkətli torpağı var bir sözlə, amma eyni zamanda kəskin kontinental hava şəraitinə sahibdir. Yəni qışdakı soyuqluqla yaydakı istilik dərəcəsi arasında çox böyük fərqlər var. Yayı isti, qışı soyuq olan ölkələrdəndir. Daşkənd metrosu Mərkəzi Asiyada açılmış ilk metrolardan hesab olunur. Bir daha qeyd edirəm, Özbəkistan xalqı zəhmətsevər xalqdır və Çində çox sayda özbək yaşayır, Uyğurlar yaşayır. Əfqanistanda, Heratda, eyni zamanda digər ölkələrdə, Tacikistanda, Qırğızstanda, Qazaxıstanda da xeyli sayda özbək yaşayır və onların sayı Rusiyada da çoxdur, işləmək üçün gedənlərin sayı və bir nüansda qeyd edeyim ki, Özbəkistan turizmi də, iqtisadiyyatı da, eyni zamanda ədəbiyyatı və mədəniyyəti də son vaxtlar sürətli inkişaf yolu keçib. Qonaqpərvərliklərinə söz ola bilməz, viza tələb olunmur, çox rahat şəkildə gedə bilərsiniz Özbəkistana. Əgər gedib mənim üçün bir İtaliya turizminə xeyir verməkdənsə, Fransa turizminə xeyir verməkdənsə, türk dünyası ölkələrinin turizminə qatqı sağlamaq daha məqsədə uyğundur. Mütləq gedin, görəcəyiniz çox şey var. Bir sözlə Səmərqənd həqiqətən də dünya mədəni irsinin paytaxtıdır deyə bilərəm. Olduqca zəngin şəhərdir. Əmir Teymurun məmləkətidir. Əmir Teymurun qəbrini ziyarət eləyə bilərsiniz Görəmirdə. Görəmiri mütləq şəkildə onun qara və əzəmətli məzar daşını, eyni zamanda heykəllərini mütləq ziyarət eləyin. Özbəkistan mədəniyyətini, tarixini orada siz əyani şəkildə görəcəksiniz. Səmərqəndə gedəndə özünüzü 14-15-ci əsrlərdə hiss edəcəksiniz. Bir sözlə getməyə, gəzməyə dəyər ölkələrdəndir. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Növbəti buraxılışlarımızda hansı ölkədən danışmaq, o ölkə haqqında maraqlı faktları təqdim eləməyimizi istəyirsinizsə videonun şərh bölməsinə yazın. Eyni zamanda videomuzu bəyənməyi, paylaşmağı, abunə olmağı və şərh yazmağı da unutmayın. Hələlik.